Hər vaxtınız xeyir olsun dostlar, xoş gördük kanalımda. Dünya çempionatının Avropa mərhələsində seçim oyunlarının son oyunlarıdır. Son ölkələrin oyunlarıdır. Artıq İspanya, Türkiyə oyundayıq. İspanya artıq dünya çempionatına getməyi qarantiləyib və Türkiyədə play-offda oynamağı qarantiləyib. İspanya'da da oyun ilk oyunda Türkiye öz meydanda yaxşı oynamamıştı. İspanya'ya mağlup olmuştu 6-0. Bu oyunda göre neyəcək? İspanya'da biraz heyətdə dəyişikliklər var əsas heyətə baxanda. Çünki qarantilib deyə dəyişikliklər gedib. Türkiyə millisində də zədələrə görə dəyişikliklər var. Uğurcan qapıda yoxdur, Altaydı qapıda. Barış Alper 11-dədir. Kərəm zədəlidir, Kaan Ayhan zədəlidir. Ona görə də Türkiyədə də məcburi dəyişikliklər var, bəzi dəyişikliklər. İnşallah maraqlı oyun olar. İspaniya dünyanın ən güclü ölkələrindən biridir. Son Avropa çempionudur. İnşallah maraqlı bir oyun izləyərik. Mən də bir obşu dünya üzrə bir İspaniya azarkeşi olaraq Türkiyədə bizə yaxın bir ölkə olaraq Türkiyənin də uduzmağını istəmirəm. İspaniyanın da uduzmağını istəmirəm. Bərabərə bitsə bu oyun lap yaxşı olar. İspanya çıxdığına görə dünya çempionatına görə çıxdığına görə əslində Türkiyədə ola bilər. Amma utsa da bir şey dəyişməyəcək. Yəni yerlər dəyişməyəcək. Dəyişmək üçün yəni İspaniyaya 7 top vursun, buraxmadan 7 top vursun ki, birinci yerinə dünya çempionatına getsin. O da biraz çox çətin məsələdir. Oyun başlayır. Keçək oyuna dostlar. İnşallah maraqlı bir oyun izləyərik. Oyuna keçməmişdən əvvəl kanalıma abunə olun, bildirimləri açın, videolarımı bəyənin. Yorumlarınızı yazın ki belə videoları daha çox çəkim. Keçək oyuna dostlar. Dördüncü dəqiqə İspanya 1, Türkiyə 0. Çox tez vurdular. Çok tez gol vurdular. 4. dəqiqə Olmo idi. Orada var. Olmo. Dani Olmo. 4. dəqiqə İspanya 1, Türkiyə 0. Hala oyun tam normal oturulmuyor. Yani iki komanda da bir təzə başladığına görə İspanya topla çox oynayır. Yəni məlum məsələdir. Ya 4 dəqiqədir belə də çox oynamır. Türkiyə qapıya tərəf gələ bilmədi. Birinci təhlükəli atakada, hücumda. Birinci təhlükəli hücumda vurdu Kukureya. Mənim fikrimcə dünyada bu dəqiqə dünyada ən yaxşı sağcıdan müdafiəçisi Kukureyadır. Çox yaxşı, çox bəyənirəm Kukureyanın oyunu. Sözcə biraz bəstə boydur, boyu balacadır. Hava toplarında zəifdir, amma hər yerdə oynayır da, hər yerdə oynayır. Müdafiənin sağında, solunda, ortada, hər yerdə qaçır. Yorulmaq bilmir. Çox yaxşı solcunaq müdafiəçisidir. 1-0. Tez vurdular, tez vurdu. Altay, nə çıxartdı amma. 31-ci dəqiqədir. Tək qapı. Olmo'nun goldan sonra ikinci zərbəsi də belə yaxşı vurdu. Qəşəng vurdu. Altay qəşəng çıxartdı. Şeyləri saymağa yaddan çıxır. Adına paslaşma İspanya Taşqapı Türkiyə elə belə gəlib ki, məcbur gəlib ki, oyun olmalıdır deyə gəlib oynasınlar, qutarsın, çıxıb getsinlər. Qapıya tərəf gələ bilmir İspanya heç cürə. Qapıya dəqiq zərbəsi yoxdur türklərin. Gəldi. Yəni İspanya 1-2 dənə oyunçu ilə rotasiyonla çıxdı. 1-2 oyunçusu əsas heyətdə deyil də, 11-də deyil. Yenə də Təşqapı, yenə də İspanya. Türkiyə millisi şeydəki kimi oynayır demək olar. Birinci oyundakı kimi Türkiyədəki oyunu oynayır. Sadəcə olaraq İspanya oradakı kimi qol çox vurmur. Elə paslaşır ancaq. Pas, geri, arxa pas ancaq topla oynayır. Fürsət olanda girir. Ya dəqiq ya qapıya tərəf getmir, ya qapıçı çıxardır. Ancaq İspanya oynayır topla. Yəni sürət yoxdur oyunda. 40-cı dəqiqədir, 41-ci dəqiqə, 40-41.
Türkiyənin ilk korneridir, küncdən zərbəsi. İspaniyanın 3 dənə, Türkiyənin 1 dənə. Birinci o da qapıya zərbə vurmaq istədi. Müdafiəçidən çıxdı küncə zərbə. Künc zərbəsindən görə indi Türkiyə millisi nə edəcək? İlk hissənin son dəqiqələri gedir də. İlk künc zərbəsi görə ilk qapıya zərbə olacaq və yaxud da qol. Görə Türkiyənin nadir gələn hücumlarından biridir. Orta vur da gol. Vurdu. Offside yoxdur. Gol. Gol. 1-1. Kim vurdu? Gül vurdu deyəsən. İspanya ilk golunu bıraktı. 1-1. Peşen. İspanya 1, Türkiye 1. Kimin səhv edir burada? Baxaq. Baxaq. Burada offside söhbət gedə bilməz. Orada adam var. Bəli, təbii ki, hər şey qaydalar çərçivəsindədir. Olmo xətt üzərində qalmışdı. Hər şey təmizdir. Goldur bu. Deniz Gül hesabı bərabərləşdirir. 1-1. Türkiye 1, İspanya 1, Türkiye 1. Deniz Gül yalnız özünü çatdırdı və hakim İlk hissə bitdi dostlar. İlk hissə İspanya 1, Türkiye 1. Oyun İspanya'nın üstünlüğüyle keçdi. 1-0'ın 40-cı dəqiqə kimi 276 topla oynama 278'di belə. Topla oynama İspanya idi, 78 Türkiye'de idi. İlk dəfə biraz təhlükəli gəldilər. 2-cüdən zərbə oldu. 2-cüdən zərbədən sonra Türkiye bərabərlik golunu attı, oldu 1-1. İlk hissə 1-1 bitdi. Hər şeydə İspanya üstündü. Sadəcə onlar bir epizodda gol vurdular. 1-1 oldu. İkinci hissədə görüşərik dostlar. İkinci hissədə görək necə oyun olacaq. Dostlar, ikinci hissə Türkiyə millisi daha yaxşı başlayıb. Daha qabaqda oynayırlar. Təhlükəli hücumlar da oldu. İrfan Canla qapıcı topu tutdu. Birinci hissəyə baxanda ikinci hissə Türkiyə daha yaxşı oynayır. Daha belə qabaqda oynayır. Birinci hissədə müdafiədə oynayırdı, ikinci hissəyə daha qabaqda oynayır. Görələ oyun necə olacaq. Belə oynasa Türkiyə gol gəldi. İspanya heç kim yoxdur ya, müdafiə yəni. Çıxartdı. Çıxır Türkiyə. Çıx da ver də. Qaçdı Barış. Barış. Saxla. Daha yaxşı oynayır Türkiyə ikinci hissədə. Barış Unay. Barış yaman vurdu ya. Çox qəşəng vurmuşdu Barış. Qapısı Unay'ın üstünə gəldi. Unay çıxartdı. 53-cü dəqiqə. Gol olsaydı var, offside də yoxdur. Gol olsaydı var, super gollardı yani. Super gollardı gol olsaydı. Qəşəng ikinci hissə Türkiyə daha cəsarətli oynayır ikinci hissədə. Yaxşıdır. Küncdən zərbə. Görə bu dəfə nə olacaq küncdən zərbə. Birinci hissənin sonlarında küncdən zərbədən bir-biri elədi Türkiyə. İndi görək. Oyundakı ikinci küncdən zərbəsi Türkiyənin. Kimdir? Orkundur. Orkun gəldi. Çıxartdı bir dəfə. Yenə də Türkiyədədir. Gol! Gol 2-1. Salih Özcan 2-1. Yaman vurdu uzaqdan ama ya. Çox belə səliqəli yerlə 2-1. İspaniya bu seçmədə qrupda gol vuran hələ olmamışdı. Türkiyədə qarşı, birinci oyundan qarşı yəni gol buraxmamışdı. 19 top vurmuşdu, gol buraxmamışdı. 2 dənə top Türkiyə vurdu. Qəşəng, valla ikinci hissə superdə başlamışdılar. 2-1. 2-1. Əla. Yerlə dəqiq zərbə. Əla.
Vurdu. Oo. Top qapıdan keçir. 2-2. Bərabərləşir hakim mərkəzi. Xəttdən çıxardan kimdir ha? Oyarzabal. Xəttdən çıxartdı. Oyarzabal vurdu da. Qoca Tekrar izləyəcəyik. Qoca vurdu da. 2 dənə də keçən oyunda vurmuşdu Gürcüstana. 62-ci dəqiqə. İndi də qolun vurdu. 2-2. Burada baxaq hala. Burada vurdu. Müdafiə çıxardı. Salih idi kimdir? Ya şey. Kim idi o? Çıxardan kim idi? Meri xəttdən çıxartdı. Prosta çağların ayağına dəydi, düşdü Oyarzabalın qabağına. Oyarzabal vurdu 2-2. İspanya 2, Türkiye 2. İspanya çətin verməz İspanya bu oyunu. Zərbə anında Oyarzabal harda idi əsas olan bu idi. Oyarzabal zərbə anında 2-2 oldu. Yəni yaxşı başlamışdı Türkiye millisi ikinci hissəyə. 1-0-dan 2-1-də önə keçdi. Amma İspanya 62-ci dəqiqədə 2-2 elədi. İndi görək bundan sonraki İspanya komandasında gedişat necə olacaq. Samuel Oriental ötürmə cərimə meydançasına. Bakıyor zərbə. 81-ci dəqiqə dostlar. İkinci hissəyə yaxşı başladı İspanya, Türkiyə. 2 gol da atdı. 1-0-dan 2-1 elədi. Ondan sonra İspanya 2-2 elədi. 2-2-dən sonra yenə eyni sistemə döndü. Burada da nəyə görə belə oldu? Türkiyədə bilir də qeyri-mümkündür də İspaniyaya 7 dənə vurmaq bundan sonra. 80-ci dəqiqədən sonra 7 dənə gələ bilərsən ki, birinci ili ilə gedəsən dünya çempionatına. Ona görə də ki, Montella şeydir. Oynamayan, az oynayan oyunçuları salır oyuna. Enanti olan halda da oyun yenə də keçir İspaniyadaydı. Yenə də ümumiyyətlə keçir İspaniyaya. Topla İspaniya çox oynayır. Yenə də ara sıra gəlmək istəyir Türkiyə. Alınmır. Neynir ha? İspaniyada 3-cü qolu vurmaq istəyir. Hələ ki alınmır o da. İspaniyada da. Məncə bu oyun 2-2 bitəcək. Gol. Offside. İspanya burada 6 ay 90 dəqiqə ərzində çox yaxşı qaldı qapıda. Yaxşı toplar çıxartdı, amma axırıncı pası çox böyük səhv idi, amma burada yaxşı offside oldu. Offside idi. İspanya oyuncusu offside idi, yoxsa var ha. Çox böyük səhv eləmişdi, çox böyük. Pasda çox böyük səhv elədi. Oyun 90 dəqiqədə qutarıb, artırmaları da qutarıb. Qutardı, bərabərə bitməsi yaxşıdır. Oyun bitdi dostlar. Oyun bitdi. İspanya 2, Türkiyə 2. Yaxşı oyun oldu. İlk hissəni pis oynadı Türkiyə, amma ikinci hissəni yaxşı oynadı. İspanya da güclüdür, amma mənim fikrimcə İspanya çox güc qoymadı bu oyun üçün. Məncə hamı məlumdur ki, Türkiyə 7 dənə vura bilməyəcəkdi İspaniyaya. Ona görə də ki, normal aşağı səviyyədə bir oyun oldu. Çox belə həyəcanlı olmadı oyunda, aksiyon çox olmadı. Amma yenə də Türkiyə üçün yaxşı oldu. 2-2 bərabərə. Türkiyədə çox pis uduzmuşdular, 6-0 uduzmuşdular. Burada da 2-2 normal şəkildə İspaniya getdi dünya çempionatına, Türkiyədə play-offa. Videomuzu burada bitirək dostlar. Bitirməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın, bildirimləri açın ki, videolar paylaşanda sizə bildirim gəlsin, videolarımı izləyəsiniz. Sağ olun dostlar, görüşərik.